Selamun Aleyküm və Rəhmətullah Mansur müəllim. Aleykumussalam, rahmetullahi və barakatuh. Mansur müəllim, bəzi qardaşlar var ki, hansı ki, onlarda əlhəmdülillah, əqidə mənhəc yerindədir, ədəb, əxlaq yerindədir, məscidə gəlirlər, fərz namazları yerindədir, hətta sünnətlər də yerindədir. Amma bəzən hakimiyyət tabe olmaq məsələsində, hakimiyyə məsələsinə gəldikdə, kiçik də olsa narahatçılıqlar yaranır. Tabe olmaqda və yaxud da hakimin asiliklərini zikr etdirlər. Belə qardaşlara nə nəsihət edərdiniz? Bismillahirrahmanirrahim, elhamdülillah. Salatu və selamu alə Rasulillah. Ən birinci salamlayıram dinləyənləri Allahın salamı ilə. Sonra bu məsələ hansı ki, siz sual verdiniz, həssas məsələlərdən sayılır. Yəni, biz əhl-i sünnə vəl cəmaanı, sələf-i salihi, başqa cəmaatlardan, başqa firqələrdən, başqa fikirli insanlardan ayıran məsələlərdən sayılır. Bizdə əhl-i sünnə vəl cəmaədə ümumiyyətlə hakim məsələsi ən həssas, ən incə məsələlərdəndir. Və bu məsələdə demək olar ki, bütün firqələr, bütün zəlalət üzərində olan insanlar bizə müxalifdir. Biz hakim barədə mövqeyimiz bizdə aydındır. Bizdə odur ki, hakim ona qarşı çıxılmır. Müsəlman hakimə qarşı çıxılmır, eşidilir və itaət olunur yaxşı əməllərdə. Pis əməlləri əgər əmr etsə, itaət olunmur. Lakin bu hansısa bir pis əmr olunsa, onu eləməmək, o demək deyil ki, sən ona qarşı çıxmalısan. Sadəcə olaraq eləmirsən. O da təbii ki, gücün yetdiyi qədərində, gücün çatdığı qədərində. Amma qardaşlardan siz dediyiniz halda edilən xatalar, deyilən sözlər, bu əhl-i sünnənin ümumən metodikasına və əhl-i sünnənin uslubuna ziddir. Çünki əhl-i sünnə əsaslarından biri nədir? Hakimin eyiblərini cəmaat içində danışmamaq. Eyibsiz insan yoxdur, hər kəsdə eybi var. Amma onun eyiblərini insanlar içərisində danışmaq, bu olmaz. Xüsusən də hakimin olmaz. Çünki hakim heybətli birisidir, hakim söz danışan birisidir, sözü keçən birisidir. Onun eyiblərini insanlar içərisində danışıb və sonra demək ki, mən hakimə qarşı deyiləm, bu ziddiyyatlı bir şeydir. Sən danışmaqla artıq onların, hansılar ki, hakimə qarşı insanlar örgədirlər, onlara sanki kömək eləmiş olursan. Ona görə o kəslər ki, Osman radiyallahu anh qarşı çıxdı, kimlər ki, Osman radiyallahu anhdan danışırdılar, lakin çıxmamışlar ona qarşı. Osman radiyallahu anh öləndə onlar peşman olurlar hamısı. Hətta bəziləri başına qum tökürdü ki, Osmanı mən öldürdüm. Hansı ki, iştirak eləməmişdi Osman radiyallahu anh ölümündə. Sadəcə olaraq o da bəzi şeylərə deyirdi ki, Osman radiyallahu anh müxalif oldu, Osman radiyallahu anh bədələdi. Danışmışdı və özünü yəni, Osmanın qatili hesab eləyirdi. Ona görə sözlə gətirir, çıxardır fəsada. İndi o qardaşlarımız ki, indi deyirlər, biz ancaq eyiblərin deyirik və eyiblərin danışırlar. Onlar hələ bilməsin ki, şeytan onları o həddə saxlayacaq. Yəni, yavaş-yavaş bir də gördülər ki, artıq başladılar təkfir eləməyə, başladılar kafir görməyə, başladılar nə bilim, zalim görməyə, başladılar artıq sözlər deməyə. Hansı ki, bunları demək üçün başlamamışdılar o söhbətə. Amma hələ gətirdi, çıxartdı ki, o söhbətlər, o sözlər gətirdi və çıxartdı ki, gəldilər təkfir dərəcəsinə çəyib çatdılar. Ona görə yəni bu cür münasibət, bu cür yanaşma əhl-i sünnə vəl cəmaənin yanaşması deyil. Yəni əhl-i sünnə vəl cəmaə deyir ki, hakimin eyibləri cəmaat içində danışılmaz. Nə olursa olsun, fərqi yoxdur. Əgər imkan tapa bilsən, nəsiyyət eləmək, nəsiyyət elə. Amma həmçində məsələ budur ki, birinci bilmək hakimin xatasını bilmək nə mənada? Yəni demək ki, hakim bu məsələdə qərarda xata elədi. Bunu təyin eləmək çətindir axı. Yəni, sən necə təyin eləyə bilərsən ki, hakim xata eləyib? Aydındır, hər kəsin xatası var, amma hansısa bir məsələdə qərar verib, hansısa bir məsələdə bir hökm çıxardıb. Bu, o demək deyil ki, xatadır. Ola bilər, sənə elə gəlir. Və nə qədər elə deyənlər olur ki, sonra peşman olurlar. Deyirlər ki, bu qərarı düz eləmədi, düz olmadı, amma sonra zaman keçib görüblər ki, düz eləyib. Yəni, hakimin xatası da, yəni, birinci gərək sübut eləyəsən ki, bu xatadır. Çox danışılan şeylər əslində, yəni, böhtanlardır, çoxsu.
Sonra insan bilmədən haqqa girə bilər. Belə şeylər insanı haqqa girməyə, xüsusən də hakimin haqqına girməyə gətirib çıxarda bilər. Biz sələf olaraq, əhlüsünnə vəl cəmaə olaraq belə şeylərə yəni qoşulmuruq, belə hərəkətlərə, belə sözlərə qoşulmuruq. Əksinə biz onlardan uzağıq. Ona görə fikir versəz, yəni bəzi adamlar var, onlar özlərini bizə nisbət edirlər. Onlar deyirlər ki, bizim barədəğulatut ta'a, yəni itaətdə qulətdar, itaətdə həddi aşanlar. Nə üçün deyirlər o sözü? Deyirlər ki, siz itaətdə çox həddi aşmısınız. Yəni siz hakimə itaətdə çox həddi aşmısınız və çox tərifləyirsiniz hakimi. Yəni tərifdə həddi aşanlar. Biz tərifdə həddi aşmamışıq. Biz tərifdə həddi aşmamışıq, əlhəmdülillah. Və belə deyək də, heç kimi də yəni yalan vəsflərlə vəsf eləmirik, heç kimi də yəni ucaldıb göyə qaldırmırıq. Xeyir işlərindən danışırıq, xeyir əməllərini deyirik və pis əməllərini demirik. Çünki bu bizim yolumuz deyil. Bu əhl-i sələfin, əhl-i sünnə vəl cəmaənin yolu deyil, müsəlmanın yolu olmamalıdır. Nəinki hakimin ümumiyyətlə hansısa bir müsəlmanın eybini açsın. Qaldı ki, hakim. Ona görə nə deyirlər bizim üçün? Bizim üçün deyirlər ki, itaətdə həddi aşanlar. Deyirlər, yaxşı şey bildiyirsiniz, lap həddi aşdınız. Bizim üçün belə deyirlər. Hər şeydə də tərifləməyin də. Axı, belə-belə şeylər də var, belə-belə şeylər də var. O səndə də var, bəlkə səndə ondan da çoxdur. O hamımızda var. Xata hər kəsdə var. Lakin hakim, onun heybəti qorunmalıdır. Ona dəstək olmalıdır cəmaat. Ona yardım olunmalıdır, dua ilə, sözlə, lazım olsa, tələb olunsa, əməllə və s. və ilə axırı. Yəni, belə təşviş salmaq, belə sözlər danışmaq, insanları çaşdırmaq, yəni insanları allatmaq kimi sayılır. Çaşdırmaq kimi sayılır. Gərək belə şeylərdən uzaq durasan, belə şeylərdən yəni, yaxın buraxmayasan özünü. Bəli. Məsələn, əgər hakimin heybəti qorunmasa, onun eyblərindən danışılsa cəmiyyət içində, nə baş verər? Təbii ki, əgər hakimin heybəti qorunmasa, ailədə kişinin heybəti qorunmasa, nə baş verərsə, elə dövlətdə də o baş verər. Ayrılarlar, ər-arvad, uşaqlar atanı heç saymaz, tərbiyə düzgün verilməz və uşaqlar böyüyəndə əziyyət çəkər. Uşaqlar böyüyəndə o hansı ki, problem eləmişdilər, o problemin səbəbi ilə əziyyət çəkərlər. Amma atanın heybəti qorulsa, atanın heybəti evdə bir kişi kimi saxlanılsa, təsiri yaxşı olacaq o. Xətasız insan yoxdur ki. Amma heybət qorunsa, evdə sabitçilik, evdə necə deyirlər, kişi səsi gələcək. Yəni, orada hökm olacaq, orada hökmranlıq olacaq. Amma olmasa, ailə dağılsa, hərə bir tərəfə gedəcək və yəni, hərə bir tərəfdən o ailəyə müdaxilə edəcək. Uşaqlar belə böyüyəcək, gah belə böyüyəcək, bilməyək, tərbiyə düzgün olmayacaq. Ölkə də elədir, görürlər başçısı yoxdur, pərakəndəlikdir, düşmanlar hücum eləyəcək, düşmanlar öz həvədarlarını gətirəcəklər, hərəsi bir fikir yayacaq və belə böləcəklər. Və bu bizə uzaq bir keçmişdə yox, 30-35 il bundan qabaq belə olmuşdu. Yəni, Azərbaycanın bir vaxtı vardı ki, başsız qaldı. Allah rəhmət eləsin, yəni Heydər Əliyevə gəldi və yığdı, cəm elədi, yəni bütövlüyü saxladı, bacardığı qədər. Sonra oğlu tamamladı, alınmış torpaqları, Allah razı olsun, geri qaytardı. Yəni, başçısız olmur, başçısız olmaz. Ona görə bəzi alimlər deyirlər ki, biz razıyıq ki, 70 il, 80 il bir zalim hakimin yəni, hakimiyyəti altında yaşayaq, amma bir gün azad olmayaq, bir gün belə hakimsiz qalmayaq. Çünki başsız qalmayaq. Başsız qalanda fəsadlar olur. Ona görə elə sözlər var ki, məsələn, görsən yazırlar, deyirlər və bəzi kinolarda görsən, deyirlər ki, nə bilim, 70 il əsarətdə yaşamaqdansa bir gün yəni, azad olmaq yaxşıdır. Bu sözlərdə yəni, təhlükələr var. Ola bilər ki, cəmaat üçün təhlükəli sözlərdir bu fikirlərə. Düzdür, təbii ki, biz əsarətdə deyilik, əlhəmdülillah, biz azad ölkədə yaşayırıq, əsarətdə deyilik, Allaha şükür. Amma yəni, belə sözlərdə gətirirlər və başqa şeylər istəyirlər. Və təbii ki, hər yerdə var xatalar, səhvlər, ona şək yoxdur. Lakin biz bir müsəlman olaraq, bir
özümüzə əhlüsünnə deyən olaraq belə şeyləri abartmamalıyıq. Yəni qlobal problem eləməməliyik. Bizim işimiz insanlar şirkdən çıxsın, təvhidə dəvət olunsun. İnsanlar tərk eləsinlər pirləri, insanlar tərk eləsinlər ağacları, daşları. Gedib oradan istəməsinlər, ağaclardan övlad istəməsinlər, daşlardan, ağaclardan ruzi istəməsinlər. İnsanlar Allaha yönəlsinlər. Bizim məqsədimiz budur. İnşallah bu məqsəd hasil olsa, hər şey öz yerini tutacaq, hər şey öz yerini düzəldəcək, öz yerini alacaq. Amma bu məsələlər tərk olunsa, ancaq hakimdən bu heç bir fayda verməyəcək. Heç bir faydası yoxdur bunun. Dəvətlə məşğul olmaq daha faydalıdır, nəinki belə şeylərlə. Son olaraq Mansur müəllim, zülm gördüyü halda, haqsızlıq gördüyü halda dövlət başçısına tabe olan sələf alimlərindən, əhlüsünnə alimlərindən kimsə deyə bilərsiniz, zəhmət olmasa? Bilirsiniz, yəni Nümunə olaraq yəni. əhlüsünnə alimləri keçmişdə, qədim zamanda böyük uzun bir müddətdə mötəzili hakimlərin, yəni zülmünə məruz qalıblar. Mötəzili əqidəsində olan hakimlərin əsarətində qalıblar. Həccad kimi hakimin, vəlinin əsarətində olublar. Bunlar hamısı, yəni Yezid özü də Yezidin əsarətində, yəni şeyində olublar, hakimiyyətində olublar. Yezid bəzi alimlər zalim deyib onlara. Lakin görsən ki, onlar səbr ediblər, onlar fitnə fəsad eləməyiblər. Kimlər də ki, istəyiblər qarşı çıxsınlar, peşman olub tövbə ediblər. Və bəziləri də öldürülüb. Yəni, heç bir fayda görməyib. Məsələn, onlardan İmam Əhməd rahiməhullah. İmam Əhməd hakim tərəfindən əmr olunub və tuturlar onu, həbs edirlər. Lakin bir dəfə də olsun onun hakimə qarşı çıxmaq və ya onun eyiblərini danışmaq əlimizdə bir şey yoxdur. Əksinə, söhbət eləyəndə ondan deyərdi ki, ey ya əmir əl-möminin, ey möminə əmri, ya əmir əl-möminin, ey möminə əmri. Belə müraciət eləyərdi və belə gəlib müraciət. Çünki kafirə möminə əmri demək olmaz. Görsən ki, onlar onu müsəlman sayırdılar, onunla gözəl davranırdılar, gözəl müamilə edirdilər. Lakin indi olur da, olur. Amma hər nə olsa belə ona qarşı çıxmaq düzgün deyil. Həm də ümumiyyətlə ədalətdən deyil, yəni adillikdən sayılmaz, hər baş verən şeyi hakimin üzərinə atmaq. Yəni ədalətdən deyil də, yəni adillikdən deyil. Yəni məsələn, haradasa nəsə olur, deyirlər ki, hakim, pislənən hakimdir. Hakimi pis deyirlər, o düzgün deyil. Ola bilər, o kimlərinəsə günahıdır, kimlərinəsə xatasıdır. O da məhsul olan yerlərə demək olar ona, xəbər çatdırmaq olar ki, məsələn, filan kəslər işlərini düzgün görmür. Məsələn, təbii ki, şəriətin icazə verdiyi və dövlətin qoyduğu qanun, yəni təbii ki, çərçivəsində. Amma yol yaxşı deyil hakimi şey eləmək, nə bilim, hansısa bir dənə plakat açdı orada, hakimi şey eləmək, svetofor işləmir, hakimi şey eləmək, yəni belə deyək də, yəni, məsələn, hətta bəziləri var ki, görsən, girirsən hansısa bir marketə, indi, bəzən görsən ki, hansısa bir marketə girirsən, görsən, o çerətdir, sıradır, deyir, başlayır başçıdan danışmaq ki, başçı pisdir, ona görə o çerətdir. Yəni, heç dəxli yoxdur, yəni, belə insanlar çoxdur, var. Yəni, o çerətdir, deyir ki, başçı belədir, başçıdan, yəni, başçı o çerət eləməyib ki, kassada işçi yoxdur və işçi azlığıdır və s. Sonra deyirlər, iş yoxdur. Allah kömək olsun.